Salam əziz izləyicilər. Nəhəng bir kombi gətiriblər. Dəmir töküm firmasınındır. Amma üstündə nəsə yazısı qalmayıb. Görünür adi kağıza yazıblarmış. O da qopub düşüb. Ya da mən tapa bilmədim hardadır. Deməli bunu sahibi yuduzdurmaq istəyir. Yuyulsun, təmizlənsin. Uzun müddət işləməyib, bərk bağlayıb, mütləq hissə və hissə sökülüb, bir-bir yuyulub, təzədən yığılmalıdır. Və məqsədi də bunu satmaqdır. Satmaq istəyir. Hesab eləmirəm ki, çox baha qiymət təklif eləyəcək. Bunu niyə deyirəm? Ola bilsin ki, mənim izləyicilərim arasında ikinci əl cihaz almaq istəyənlər olsun. Biləsiz ki, məsələn, bu işdə mən sizə yardımcı ola bilərəm. İstəyir kombi olsun, istəyir su qızdırıcıları olsun. Bu cür cihazlar, mən məşğulam bu cihazlarla. Mənə müraciət eləsəz, mən kömək eləyərəm almağınız üçün. Həm də keyfiyyəti üçün fikrimi bildirərəm də, keyfiyyətsiz malı almağa imkan vermərəm. İndi mən bunu bir-bir yuyub təmizləməliyəm və təhvil verməliyəm sahibinə. Deməli, bunun bir güman edirəm boyuna görə, həcminə görə bu 50 kilovatlıq olar. Ən azı 50 kilovatlıq olar. Bu da o deməkdir ki, 50 kilovat belə hesablanır da bütün dünyada. 50 kilovat 500 kvadrat metr sahəyə nəzərdə tutulur. Amma bizim Bakıda, Azərbaycanda hesab edirlər ki, o düzgün deyil. 300-400 kvadrat metri ancaq qızdıra bilər. Amma mən ondan razılaşmıram. Sadəcə müəyyən qədər az kvadrat metri ola bilər ki, qızdırsın. Yəni 500 qızdırmasın. Ancaq o da o səbəbdən ki, əgər tikili divarı nazikdirsə, pəncərə sayı çoxdursa və müasir ağac qapı pəncərələrdirsə, yəni istini saxlaya bilmirsə, bax bu hadisə baş verə bilər. Və yaxud da ən böyük problem nədir ki, bizim ustalar qızdırılacaq sahənin həcmini düzgün hesablaya bilmirlər və çox vaxt havayı yerə, müştərilərə çox güclü cihazlar aldırırlar. O da gücü hesablamaq nə üçün lazımdır? Qaz regulyatoru var, bütün kombilərin içində var. Oradan tənzimlənməlidir, minimum, maksimum qaz təzyiqi quraşdırılmalıdır ki, öz gücünü tam verə bilsin o qızdırıcı radiatorlara. Onu düzgün nizamlaya bilmirlər, o səbəbdən də deyirlər, get güclüsünü al. Güclüsü də nədir? Zavoddan buraxılanda orta gücə qoyurlar. Tutaq ki, 50 kilovatlığı qoyurlar, məsələn, 25-ə, nə bilim, 28-ə, təxmini qoyurlar. Zavod bilmir axı, bu harda quraşdırılacaq, nə qədər sahəni qızdıracaq. Və güc də kombilərdə maksimal güc göstərilir. Yəni, maksimal gücü 50 kilovatdır. Bu demək deyil ki, bu şəbəkədən də çox qaz tələb eləyəcək, elektrik enerjisi tələb eləyəcək. Bu demək deyil. Sadəcə güc tənzimləməklə olur. Hansı gücə tənzimlənib?
Çox güclü kombini kiçik gücə də tənzimləmək olur və yaxud tutaq ki, kiçik güclü 24'lük alıbsınız, amma həqiqətdə isə o 15 kilovat gücündə işləyir. Qaz elə tənzimlənibdir. Bax, bunu da bilməyiniz vacibdir. İndi bunu çəkirəm ki, məndə həm bir video alınsın. Yəni sizin layıqlar üçün də belə deyək. Həm də kanalın aktuallığı, populyarlığı artsın. Ona görə bu həddə çəkirəm. Digər tərəfdən də bu bir yaddaş kimi telefonun yaddaşında qalacaq. Mən bunu sahibinə təhvil verəndə göstərəcəm ki, bax bu idi, indi bax gör hansı formadadır. Siz də tanış oldunuz, ola bilsin kimsə bəyəndi bunu, çünki sahibi satmaq istəyir. O sizin istəyinizə baxır. Sağ olun, sağlıqla qalın.